Salamlayıram əziz xalqımızı. Bugünkü günüm mənim şad günümdür. Azərbaycan prezidentimiz cənab İlham Əliyev Avropa Assambleyasının bir nömrəli seçildi prezident ya. Bütün dünyada qabaq 3-cü yerdəydi Azərbaycan prezidenti. Bugünkü günü oktyabrın 4-ü Azərbaycan prezidenti bir nömrəli dünya prezidentlər içində seçildi. Birinci yerə seçildi Avropa tərəfindən. Bu bizim uğurumuzdur. Sağ olsun cənab prezidentimiz ki, bu cürə biz cənab prezidentimizlə işıqlı həyata addımlayırıq. Sağ olsun cənab prezidentimiz bizim uğurumuzdur, qürurumuzdur, şanımızdır, şöhrətimizdir İlham Əliyev cənabları. Çünki ən yüksək posta seçildi ya. Avropa Assambleyasının elədiyi çıxışlar, mən bugün fikir verdim. Avropa Assambleyasının elədiyi çıxışlar məhz cənab prezidentimiz İlham Əliyev cənablarını bir nömrəli Azərbaycan prezidentini prezidentlər sırasında dünya liderini birinci sıraya seçdilər cənab prezidentimiz. Bu bizim uğurumuzdur, bizim xoş günümüzdür. Biz xalqımızla bölüşürəm gözəl fikirlərimi. Eşq olsun cənab prezidentimizə ki, bu cürə Azərbaycan xalqını yüksək səviyyədə bütün dünyaya tanıtdırdı. Bütün Azərbaycandan, bütün ölkələr Azərbaycan prezidentindən danışır, Azərbaycanın gözəlliyindən danışır. Sağ olsun cənab prezidentimiz, sağ olsun vitse-prezidentimizlə bu cürə Azərbaycanda yüksək səviyyədə Azərbaycanın inkişafında, Azərbaycanın gələcək nəsillərinin gözəl yaşamağının səbəbkarı məhz cənab prezidentimiz İlham Əliyev cənablarıdır. Sağ olsun. Buna görə biz cənab prezidentimizə təşəkkürümüzü bildiririk. Efir vasitəsilə ki, bu cürə Azərbaycanı ön cərgələrə qaldırdı. Apardığı uğurlu siyasətlə. Sağ olsun ki, Azərbaycanın nazirləri, deputatları da məhz cənab prezidentin apardığı siyasət dəstəkləyir. Mən özüm Lənkəran sakini Rəşad Əliyev, bütün sosial şəbəkələrdə Rəşad Əliyev yazsınız, canlı çıxışlarım gedir. Bugünkü dəqiqə, bu dəqiqələrdə də 200 dənə videom YouTube'da, Facebook'da, Instagram'da, TikTok'da 3 milyonluq səhifəm TikTok'da vuruldu. Hakerlər tərəfindən 3 milyonluq səhifəm. Yenə də onu bərpa olunacaq inşallah. Rəşad Əliyev yenə də ön sıralardadır. Çünki öldü var, döndü yoxdur bu yoldan. Çünki biz bu yolu seçmişik. İlham Əliyev cənablarının apardığı siyasəti seçmişik. Və cənab prezidentin də apardığı siyasəti həmişə dəstəkləmişəm və dəstəkləyəcəm də. Son nəfəsimə qədər də eşitsin bütün Azərbaycan xalqı, eşitsin bütün Lənkəran. Bütün Azərbaycanda nə qədər ölkədə, rayonlar, hamısı eşitsin efir vasitəsilə. Öldü və döndü bu yoxdur bu yoldan. Məhz cənab prezidentin yolunda mən son nəfəsiməcən cənab prezidentin siyasətini aparacağım. Son nəfəsimə kimi ya. Öldü var, döndü yoxdur bu yoldan. Eşq olsun cənab prezidentimizə ki, Azərbaycan xalqını bugünkü günü biz yaşayırıq, insan kimi yaşayırıq. Hər cürə şərait yaradır. Qazımız, işığımız, suyumuz. Vaxt vardı, qaranlıqda yaşayırdıq. İndi bugünkü günü nə qədər sizin işıq işlət. Qazımız, işığımız, suyumuz, bunlar hamısı məhz cənab prezidentin sahəsindədir. Yollar çəkilir, məktəblər tikilir, komplekslər tikilir. İnternetdən çıxan uşaqlar üçün evlər tikilir. Nə qədər görün Qarabağda işləri gedir. Bunların hamısı sözsüz fikrin nəhəng liderimizin sahəsində bunlar hamısı baş verdi. Çünki biz bilirik ki, bizi Azərbaycanı qutarsa, bu çətin vəziyyətdən məhz cənab prezidentimiz İlham Əliyev cənabları qutarar və vitse-prezidentimiz Mehriban xanım Əliyeva. Çünki Mehriban xanım Əliyeva nə qədər Azərbaycanda detdomlar var, hə? Əziz xalqım, nə qədər Azərbaycanda detdomlar var, onların hamısını hörmətli vitse-prezidentimiz Mehriban xanım Əliyeva onlara yardım ayırır, vəsait ayırır, internatları bərpa eləyir. Oradan çıxan uşaqlar, övladlar bizim nəsillər üçün, onlar üçün yeni mənzillər tikir, onları işlə təmin edirlər. Budur. Nə qədər uşaq evləri var, onlara hörmətli vitse-prezidentimiz yardım ayırır. Heydər Əliyev fondundan. Budur, bu reallıqdır. Göz qabağındadır, əziz xalqım. Azərbaycanda bəzi müxalifətçilər var, istəyirlər Azərbaycanı çövürsün. Mən buradan efir vasitəsilə bütün Azərbaycana yaxın, bütün ölkəndə, Azərbaycanın nə qədər rayonları, şəhərlərində bəzi qara qüvvələr var, onların hamısına bildirirəm ki, heç kimin başı deyil Azərbaycanda çövülüş eləsin. Azərbaycanın güclü lideri var, Azərbaycanın güclü
nəhəng liderin səlahiyyətli şəxslər baş nazirimiz var, Daxili İşlər Nazirimiz var, hörmətli Vilayət Eyvazov və baş prokurorumuz var, Kamran Əliyev və Milli Təhlükəsizlik Nazirliyimiz var. Bəli, bu hörmətli nazirlər Azərbaycanda həmişə yüksək səviyyədə cənab prezidentə xidmət göstəriblər. Sağ olsunlar, mən dəstəkləyirəm, deputatlarımızı dəstəkləyirəm efir vasitəsilə ki, bu cür Azərbaycanda yüksək səviyyədə Azərbaycan xalqının yüksək səviyyədə sabitçiliyi bərpa edirlər. Bəli, heç kim də başı deyil, heç bir dövlətin başı deyil Azərbaycanla. O kənardan o qara qüvvələr var, Almaniyada oturan qara qüvvələr. Onların başı deyil, onların hamısını tutub gətirəcək Azərbaycan. Onların hamısını lazım olan səviyyədə onların cavabı veriləcək. Heç kimi qanundan qıraqda qalmayacaq. Nə qədər o Almaniyada var. O Azərbaycanda o jurnalist var, Mehman Hüseynov. Mehman Hüseynov, mən sənə buradan efir vasitəsilə fikrimi bildirirəm. Sən bir dəfə də Azərbaycan prezidentinə qarşı hörmətsizlik eləsən, Mehman Hüseynov. Sənin gəlib Bakıda ağzını cıraram. Mən deyirəm bu sözü Lənkəran sakini. Adamlarımı göndərmirsə, kimi istsən göndərim mənim üstümə. Heç kimi dişi batmaz mənə. Mənim nəhəng lider dəstəkləyirəm, bütün dünya məni tanıyır və bütün sosial şəbəkələrdə də hörmətli nazirlərimiz mənə dəstək olublar. Daxili İşlər Nazirimiz, baş prokurorumuz, Milli Təhlükəsizlik Naziri hamısı mənə dəstək olublar. Sağ olsun ki, Rəşad Əliyev sən bu cür yüksək səviyyədə Azərbaycan prezidentini dəstəkləyirsən. Buradan efir vasitəsilə Mehman Hüseynov sənə bildirirəm. Ağıllı ol, ağıllı ol. Odla çox oynama Mehman Hüseynov. Get həyatını sakitcə yaşa. Sənin başın deyil. Sən kim olmuşsun sən? Sən əvvələn kim olub? Sənin vaxtı ikən başına ağlayırdın ha, Mehman Hüseynov deyirdin ki, mənim başıma polislər keçirtmişlər, ağlayırdın ha efirdə ya. O günlərin yadından çıxıb deyəsən sənin. Sənə o günləri və qaytararıq biz lazım olsa istəsən. Heç ürəyini sıxma ki, otağın içindən oturub dövlət məmurlarına qarşı, nazirlərə qarşı hörmətsizlik edirsən, sənin cavabı verəcək Mehman Hüseynov. Sən narahat olma ki, sən axırı biz yaxınlarda sənin öz yüksək səviyyədə sənin cavabın veriləcək. Ağıllı ol ki, xiyarı yiyim Mehman Hüseynov. Bildin? Sən həmişə xiyar yiyən olmuşsan. Gördün dövlət səncə xiyarı yedizdirdi. Sənin əlində xiyar yiyən yerdə mən sənin videoyu çəkmişəm. O videoyu Skype eləmişəm. Məndə də o videom. Onu montaj edəcəm, yüksək səviyyədə buraxacam efirə. Sənin başın deyil. Sən kimsən? Sən Azərbaycan prezidentinə qarşı sən hörmətsizlik edirsən, nazirlərə qarşı. Sən Azərbaycan prezidentinin ayaqqabısını altısan promoy birbaşa. Mehman Hüseynov. Azərbaycandakı jurnalist Mehman Hüseynova aiddir bu söz. Daxili İşlər Naziri, hörmətli Vilayət Eyvazovun da ayaqqabısını altısan. Başa düşdün? Sənin başın deyil. Sən Azərbaycan hörmətli nazirlərə qarşı, Azərbaycanın prezidentinə qarşı hörmətsizlik eləyirsən. Sənin biz cavabı verəcəyik. Sənin ağzını gəlib Bakıda cıraram. Ağzını cıraram, gelib 15 il yataram mən. Bildin Mehman Hüseynov? Sənin gəlib Bakıda ağzını cıraram, gelib 15 il yataram. Azərbaycan prezidentinə qarşı hörmətsizlik eləyənlər hamısı cavabını alacaq. Almaniyada oturanların da hamısı cavabı veriləcək. Onlar hamısı tutub gətirəcək Azərbaycan. Onları necə lazım yüksək səviyyədə onları başa da salacaq Azərbaycanda. Onlar bilirlər nə onları gözləyir. Hamısını yığıb gətirəcək. Narahat olmayın siz. Onları kim dəstəkləyir, onlar da öz görəcək. Onlar biz necə onları tutub gətirəcək. Doğuşan kimi qabağımızda Almaniyada qaçırlar. Onların bütün yerlərini ki, yaxınları təyin eləmişik. Yaxınlarda onları tutub gətirəcək hamısını Almaniyadan. Heç ürəyinizi sıxmayın. Onları dəstəkləyənlər də onların öz dəstəkləmələri onların özlərinə qalacaq. Bizim hörmətli nazirlərimiz var. Hörmətli Milli Təhlükəsizlik Nazirlərimiz var. Bəli, sələ biz belə qoyacaq. Azərbaycanda heç kimin başı deyil. Azərbaycanda çövülüş eləsin. Heç bir müxalifət yox, kimliyindən asılı olmayaraq. Yüksək səviyyədə Azərbaycanın nazirləri var. Yüksək səviyyədə Azərbaycana məhz cənab prezidentimizin də apardığı siyasəti dəstəkləyirlər. Buna görə də cənab prezident nazirlərimizə təşəkkürümü bildirirəm ki, sağ olsun ki, Azərbaycanın yüksək səviyyədə Azərbaycanı təmsil edirlər bütün sahələrdə. Sağ olsun. Buradan Azərbaycan xalqını cənab prezidentimizə dəstək olmağa çağırıram. Yenə də biz cənab prezidentin yanındayıq
Mən Lənkəran sakin Rəşad Əliyev, bütün sosial şəbəkələrdə canlı çıxışlarım gedir. Rəşad Əliyev yazın iri hərflərlə və mənim videolarıma baxa bilərsiniz, abunə ola bilərsiniz. 3 milyonluq səhifəm vurulub hakimlər tərəfindən TikTokda, YouTube'u bərpa eləmişik. O bunların hamısını bərpa olunacaq bu yaxınlarda. Facebook'dur, YouTube'dur, bunların hamısı bərpa olunub. TikTok'dur, Instagram'dır, bunların hamısını bərpa eləmişik. Baxa bilərsiniz, Azərbaycan prezidentimizə dəstək olun. Cənab prezidentimizlə də biz işıqlı gələcəyimizi görürük. Bir daha Azərbaycan prezidentini mən bugünkü günü Avropa Assambleyası tərəfindən cənab prezidentimizi bir nömrəli liderlər sırasında bir nömrəli posta seçildi. Yüksək posta ya, ən böyük post, birinci prezidentlər sırasında birinci sıraya seçildi cənab prezidentimizi. Avropa Assambleyası. Bu bizim uğurumuzdur. Mən ona görə xalqla bölüşürəm bu fikrimi. Əziz xalqım, görürsünüz, Azərbaycan prezidenti bizim döyünən ürəyimizdir, damardan axan qanımızdır, canımızdır cənab prezidentimiz. Eşq olsun cənab prezidentimizə, sağ olsun, var olsun. Baxdığınıza görə əziz xalqıma bir daha təşəkkürümü bildirirəm. Yeni videolarımız yenə yüklənəcək. Məhz cənab prezidentimizə dəstək olmalıyıq. Bütün nazirlərə mən təşəkkürümü bildirirəm. Cənab prezidentin apardığı siyasəti dəstəkləyirlər. Sağ olsunlar, var olsunlar. Eşq olsun cənab prezidentimizə. Qarabağ Azərbaycandır.